Elman müəllim, bir məsələndə soruşmaq istəyirəm, elə yeri gəldi. Bir tərəfdən biz sülhdən danışırıq. Hətta bu sülh sazişi ilə bağlı yadıma gəlir ki, Paşinyanın da müəyyən bir açıqlamaları olmuşdu və razılaşdıqlarını demişdilər. Sülh bağlanacaqlarına dair addımların atılacağını demişdi. Amma indi biz görürük ki, mövqelərimiz tez-tez atəşə tutulur. Elə ötən gündə Basarkeçər ərazisindən Azərbaycan mövqeləri atəşə tutulubdur. Ümumiyyətlə, burada Ermənistanın fikirləri nədir? Yəni, nə etməyə çalışırlar onlar? Çünki bir müddət öncə də belə bir fikir yayılmışdı ki, onlar müharibəyə hazırlaşır və keçmiş hərbiçiləri artıq təlimlərə cəlb eləyirlər. Təlimlərə cəlb eləyirlər və mənə elə gəlir ki, Ermənistan bugünkü gücü və potensial nöqteyi nəzərinə qiymət versək, yəni Ermənistan sadəcə olaraq Ermənistan siyasi hərbi rəhbərliyi daha çox imitasiya ilə məşğuldur. O göstərir ki, Ermənistan dövləti, bəli, 2 dəfə əslində kapitulyasiya aktını imza atsa da, 13-cü dəfə imza atma niyyəti yoxdur. Yəni 20-ci il və 23-cü il döyüşlərini və müharibəsini qeyd edirəm. Və bu nöqteyi nəzərdən o, deməli, göstərmək istəyir ki, bax, fikir verirsiniz, məni ittiham eləyənlər, məni xəyanətkar deyənlər, Ermənistan milli maraqlarını satan deyənlər, görsünlər, eşitsinlər və agah olsunlar ki, bax, fikir verirsiniz, Fransadan ən müasir silahlar alıram, Hindistandan silahlar alıram və digər ölkələrdən bu silahlara malik oluram. Fikir verirsiniz, yeni istehkamlar tikirəm. Fikir verirsiniz, atəşkəs rejimini poza bilirəm, çəkinmirəm, qətiyyətliyəm, prinsipiyalam. Bax, bu imitasiya ilə məşğuldur. Mən sizə hərbi vəziyyəti dedim, gəlin iqtisadi potensialı baxanda. Bax, 2024-cü il Azərbaycan 126,3 milyard manatlıq ümumi daxili məhsul olub. Bu dollar ekvivalentində təxminən 80 milyard dollara yaxındır. Müqayisə üçün Ermənistan iqtisadiyyatı, ümumi daxili məhsulu heç 25 milyard dollara gəlib çatmır. 25 milyard heç olmayıb Ermənistanda, bizdə 80 milyard iqtisadiyyat. Bax, bir müqayisə eləyin, görün vəziyyət necədir. Tamamilə boz içində məhv olmaqda olan Ermənistan və bugün Azərbaycan strateji valyuta ehtiyatları gəlib 71 milyard dollara çatıb. 71 milyard dollar bizim ümumi daxili məhsulumuzun 95,6%-dir. Bu 71 milyard dollar bizim deməli xarici borcumuz ki var 5,1 milyard dollar. Ondan 14 dəfə çoxdur. Bizim xarici borcumuz ümumi daxili məhsulun 6,9%-dir. Fikir verirsiniz rəqəmlər. Rəqəmlər özü danışır ki, ay Ermənistanın Azərbaycanla birdən çaşıb Makron kimlərin sözü ilə müharibə yolunu tutsan, bu faciədir sənin üçün. Faciə özün üçün, dövlətin üçün, hakimiyyətin üçün və erməni xalqı üçün. Makrona çox güvənmə. Makron da güclü olsaydı, 2-ci Qarabağ müharibəsi dövründə müdafiə edə bilərdi. Sözdən uzağa gedə biləcək bir müharibənin taliyini dəyişə biləcək bir şey edə bildi mi? Edə bilmədi. Çünki qarşısında güclü Azərbaycan dövləti, onun güclü müttəfiqləri var idi. Bu reallıq, güclü ordusu var idi. Dəmir yumruğa çevrilmiş xalqı var idi. Mənim başlıcası müzəffər prezidenti var ki, bu amillər Ermənistan səndə yoxdur, heç müttəfiqlərində də yoxdur. Əgər Makrona arxalanırsansa, Makron bu günləri Avropa siyasətində onun adı gələndə dodaqlarda təbəssüm yaranır. Yəni istehza bir tərəfinə çevrilib və 2027-ci ildə də 2 ildən sonra da hakimiyyətinin sonudur. Bununla da bitir onun Fransanın tarixində mövcudluğuna və hadisələr belə getsə erkən onun hakimiyyətdən uzaqlaşılması da mümkün ola bilər. Mümkün ssenarilərdən biridir. Ay Paşinyan, sən dərk etməlisən ki, sənin əsas maliyyə mənbələrindən biri itib. Mən USAID-i nəzərdə tuturam. Bunu Trump artıq məhv etdi və eyni zamanda deyir ki, bu cinayətkar təşkilatdır. Düzdür? Bəli, bəli. Bəşər Əsəd arxani idin. Bəşər Əsəd sənə böyük siyasi, mənəvi, hərbi dəstək verirdi. Yoxdur daha o.